Salam şagirdlər. Salam əleykum. Salam əleykum. Abbas burdadır. Abbas İbrahimli. Abdullah Hüseyin. Bəli. Amin Lətifli. Ayxan Əsədzadə. Camal Kazımbəyli. Mikrofonu açın. Qeydləri aparıram burada. Yəni, Burada. Camal Kazımbəyli burdadır. Bəli. Cansu. Burada. Dalğa. Burada. Elmir. Ələddin. Buradayım. Əli Əliyev. Fərid. Buradayım. İsmail Nağıyev. Kamal. Burada. Lalə. Burada. Leyla. Burada. Mahmud. Ömər Şükürlü. Osman Əliyev. Rəvan. Burada. Mənim adım dediniz. Ömər Şükürlü. Osman Əliyev. Rəvan Sadıqov. Burada. Lavan buradadır. Osman. Buradayım mən. Ömər. Burada. Şəbnəm. Yoxdur. Səttar. Burada. Sultan. Burada. Toğrul. Yoxdur. Tuncay. Buradayım. Ülvi Əkbərzadə. Yoxdur. Ülvi Xudaverdiyev. Burada. Vaqif. Burada. Xalid. Burada. Yusif Hidayətzadə. Burada. Yusif Mustafazadə. Deməli, olmayanlar Amin Lətifli, Ayxan Əsədzadə, Elmir Eminli, Mahmud Həmzəli, Şəbnəm İskəndərli, Toğrul Babasoy, Ülvi Əkbərzadə, Yusif Mustafazadə. Düzdür, qoşulmayıblar. Mən buradayım. Ülvi Əkbərzadə burada. İsmail qeyd elədim. Başqa burada məlumatlar yazmayın. Şagirdlər. Bura ancaq ad soyad yazırsınız. Başladıq. Biz sonuncu dəfə nested məsələlərini həll elədik. Nested range, check and count. Davamında bizdə room allocation məsələsi. Bu məsələni əslində izah verdik. Yəni necə, yəni məsələdən nə istədiyi onu
anlatmışdıq keçən dərsdə. Gəlin bir daha baxaq buna. Deyir ki, en müxtəlif müştərilərin otelə gəliş-gediş vaxtları var. Onları otaqlara ayarlamaq lazımdır. Yəni yerləşdirmək lazımdır ki, minimal sayda otaq istifadə olunmalıdır. Burada ümumiyyətlə minimal sayda otağın istifadə olunması o deməkdir ki, yəni hansısa otaqdan müştəri artıq tərk edirsə oteli, yəni ora boşaldığı üçün də onu istifadəyə verəcəyik biz. Yəni yeni bir otaq açmağa çalışmamalıyıq da. Mümkün qədər biz yeni otaq açmamalıyıq. Deməli, en müştərinin otelə gəliş çıxış saatlarına görə minimal sayda otaq istifadə olunmalıdır və hər müştəri üçün istifadə olunan otağın nömrəsi çıxışa verilməlidir. Biz burada baxsaq bu nümunəyə, birinci bizdən istədiyi odur ki, say olaraq deyir, neçə otaq istifadə olunub. Biz baxırıq ki, məsələn, saat 1-də gəlib 2-də gedən var, 2-də gəlib 4-də gedən var, bir də 4-də gəlib 4-də gedən var. Biz 1-də gəlib 2-də gedən, yəni ilk gələn müştəri saat 1-də olduğu üçün biz onu hər hansı bir dənə otağa yerləşdirmək istəsək, ilk otağımızın nömrəsi nə olacaq? İlk otağın nömrəsi 1-dən başlayacaq, düzdürmü? Yəni otaqlar room adlandırsaq, room eləyirik 1 və 1 nömrəli otağa bu ilk gələn müştərini yerləşdiririk. Yəni belə də göstərə bilərik biz. Məsələn, otaqları əgər çəksəydik, istənilən sayda otaq var əslində. Sadəcə biz mümkün qədər minimal sayda istifadə etməliyik. Desək ki, bu 1 nömrəli, bu 2 nömrəli, bu 3 nömrəli bu şəkildə otaqlardır. Birincini yerləşdirdik 1 nömrəliyə. İkinci saat 2-də gəlir. Biz ona görə otaq açmalıyıq. Niyə görə? Çünki bu saat hələ 2-də çıxırsa, yəni çıxan kimi o birisini yerləşdirməməliyik. Məsələnin şərtinə bir daha qayıdaq. Həmin hissəyə. Burada deyir ki, same rule if the departure day of the first customer is earlier than the arrival day of the second customer. Yəni deyir, bunun çıxış vaxtı yeni növbəti gələn müştərinin gəliş vaxtından daha erkən baş verməlidir. Yəni bərabərliyə icazə vermir. Baxın burada şərtdə. Bərabərliyə icazə vermədiyi üçün biz onda deyə bilmirik ki, yəni bunu gələn kimi elə bunu həmin otağa yerləşdirərik. Biz nə edirik? Biz buna görə bir otaq açmaq məcburiyyətindəyik. Bu otağı da 2 nömrəli otaq kimi açırıq, 2-ni bura yerləşdiririk. Saat 4-də gələn müştərini bəs hansı otağa yerləşdirə biləcəyik biz? Bura yerləşdirə bilməyəcəyik, amma saat 2-də oteli tərk edən müştərinin otağı boşaldığı üçün, baxın biz 3 nömrəlini bunu yerləşdirəcəyik yenidən bura. Düzdürmü? 1 nömrəliyə yerləşdirə biləcəyik. Və beləliklə biz neçə dənə otaq istifadə elədik? 1 və 2. Sadəcə 2 dənə otaq istifadə elədik. Cavab olaraq biz çıxışa verməliyik 2 otaq və 1-dən yenə qədər müştərilərin indekslərinə uyğun olaraq qaldıqları otelin otaq nömrələrini verəcəyik. Yəni birincini 1-ə qoymuşduq, ikincini 2-yə, təzən 3-cü müştərini yenə 1-ə. 1, 2, 1 bu şəkildə. Alternativ cavablar da mümkündür. Məsələn, siz ekvivalent olaraq deyə bilərsiniz ki, 2, 1, 2. Vermək olar belə də. Yenə də 2 otaq istifadə edirik də, yəni nəticədə fərqi yoxdur. Əsas odur ki, otaqların sayı minimal olsun və yerləşmə ardıcıllığı doğru olsun. Məsələni necə həll edə bilərik? Biz həllində istifadə edəcəyik hər hansı bir data structure lazım olacaq bizə. Bir də bu müştərilərin gəliş-gediş vaxtları var. Biz sıralamanı nəyə görə aparacaq? Biz sıralamanı gəliş vaxtına görə aparacaq. Düzdürmü?
Niyə görə? Çünki müştərilərin artma sırası, yəni gəlir sayına görə artma sırasını bilməliyik ki, o ardıcıllıqla bunları qəbul eləyə bilək. Çünki biri saat 1-də gəlir, biri 2-də gəlir, biri 3-də gəlir. 1-də gələni yerləşdirmisənsə, indi 2-də gələnin üzərində düşünməlisənsə. Çünki birdən-birə saat 3-də gələnə keçə bilmərik. 2-də gələni yerləşdiririk, müştəri orada gəlib gözləməli deyil. Saat 2-də gəlibsə, 2-də sən onu otağa yerləşdirməlisən. Ona görə də biz bunları sort eləyəcəyik. Sort, nəyə görə sort? Gəliş vaxtları. Sonra nə istifadə edirik burada? Bizə burada lazım olacaq ilk boşalan, yəni otaq hansıdırsa, o otağa indi gələn müştərini yerləşdirmək istəyəcək. Yəni ilk boşalan otağı da istifadə edə bilərik. Əslində set, priority queue, yəni kimi data strukturlar istifadə edə bilərik. Priority queue-nu siz əslində istifadə edəcəksiniz. Biz priority queue-ya yerləşdirəcəyik. Elə bilin ki, nə vaxtsa priority queue-da əgər deyək ki, boş otaqlar bəlkə yerləşdirək bura. Boş otaqları yerləşdirəcəyik də. Hə, priority queue-ya boş otaqları yerləşdirək. Eləmi? Necə edək bunu? Yəni boş otaq indi başlanğıcda onsuz da müştəri gələndə biz onu priority queue-ya yerləşdiririk. Deyək ki, məsələn, otaq nömrəsini qoyub ilk dəfə yerləşdiririk. Əgər görürüksə ki, oradakı tərk eləmək istəyənlə bunun vaxtı kəsişir, biz onda bunu eləyə bilirik. Kəsişməsə eləyə biləcəyik. Ya queue boş olmamalıdır ki, yəni orada boş otaq var, mən götürüm, hansısa bir müştərini ora yerləşdirim. Yəni otağın burada hər dəfə yeni otaq da açanda bir dənə room dəyişəni götürərsiniz, plus eləyərsiniz. Yəni bir dənə yeni otaq açılanda room plus eləyirsiniz. Bir dənə də vektor götürə bilərik müştərilərin yerləşdiyi otaqlar saxlamaq üçün. Əslində bura yəni rezerv olunan otaqları da buradan götürəcəyik. Boş olanı da buradan götürəcəyik. Yəni hansısa otağı biz istifadə ediriksə onu yerləşdiririk. Sonra o otaq nə vaxtsa boşalır axı. Yəni müştəri çıxanda biz deyə bilərik ki, yəni rezerv ümumiyyətlə həm gəliş, həm də gedişi, yəni müştərinin elə priority queue-da saxlayacaq ki, ilk çıxan müştərini götürə bilək. Aydın oldu? Giriş nədən ibarətdir burada? Deməli, girişdə bizdə n var. Müştərilərin gəliş-gediş saatlarını pair götürək, saxlayaq, sort edək, sonra asan olsun bizim üçün. Bir dənə də otaq götürmüşük. Hələ ki, heç bir otaq istifadə olunmuyub. Sayı 0-dır. Ekran görünür hər kəsdə. Vektor pair istifadə edək. Qısaltmalardan istifadə eləməmişəm. Siz istəsəz istifadə edə bilərsiniz. Yəni pair üçün, first, second bunlar üçün qısaltmalardan istifadə edə bilərsiniz. Pair götürdük. Biz burada saxlayırıq girişdəki bizim n dənə müştərimiz var. Bunları mən birdən n-ə qədər niyə görə nömrələyirəm? Çünki saxlayanda məsələn hər bir müştəri üçün axırda çıxışa verəndə bir nömrəli müştərinin yerləşdiyi otaq, 2 nömrəli müştərinin yerləşdiyi otaq. Biz gəlin belə eləyək də, biz sort eləyəndə əslində müştərilərin nömrələri yeri itir. Biz nə etməliyik bunun üçün? Məsələn, mən bura AB yerləşdirsəm, sonra sort eləsəm, itməməlidir o sıra nömrələri. Çünki biz axırda o sıra nömrələrinə görə çıxışa verəcəyik. Yəni vektoru ki, otaqları yığırdıq müştəriləri ora, onu sort edib çıxışa verəcəyik yəni sonunda. Çünki biz burada sort ediriksə, o müştərilərin yeri itir. Necə eləyək? Bir dənə də
pair götürəyəm. Geliyor onu. Yəni define eləyək. Tek böyle üstten ve üstten de arası havasını indeksten birleştirip Belə götürək də onda pair Bütün bu qalsın. Bura pair verək, hə? Pair içində pair verib ikinci tərəfə belə eləyəcək də, elə bilin ki i-ni yerləşdirəcək indeksini müştərinin. Çünki biz sort eləyəndə bunun blokunu da yazaq ki indeksləri itirməyək. Ondan sonra nə edirik? Priority queue-nu da təyin eləyək. Mən priority queue istifadə edirəm. Siz istəsəz başqa nə istifadə edə bilərsiniz? Multiset istifadə eləmək olar. Olar. Pair götür bunu. Pratik daha sandı. Metodları daha Priority rahatdır queue-nun priority queue-nun. Həm də cüzi də olsa sürətlidir də setə baxanda. Greater verib biz minimumu saxlayacaq da burada ilk tərk eləyən. Hamısını pair versək. Sonra nə edirik? Deyirik ki otaqları yerləşdirərkən bu yerləşmə pairidir. Elə bilin ki burada biz birincidə nəyi saxlayacaq? Birincidə saxlayacaq ki bunun vaxtı, yəni çıxış vaxtı. İkincidə saxlayacaqsan bunun otaq nömrəsini. Belə eləyəcək. Çıxış vaxtı otaq nömrəsi. Niyə görə? Çünki çıxış vaxtına görə biz bilirik ki, ora həmin otağa növbəti gələn müştərini yerləşdirə bilərik, yoxsa yox. Sonra bütün biz bunu gəzirik. Düzdürmü? Bunu biz auto-la gəzə bilərikmi? Əslində bunu tuple-da götürmək olardı, düşünürəm ki. Hə? Tuple götürsəydik, olardı əslində. Array də götürə bilərik, tuple da götürə bilərik. Auto deməli biz gedirik, baxın, bu siyahı var ha. Müştərilərin gəliş vaxtına görə sıralamışıq. Axı bir-bir götürürük həmin müştəriləri. Biz müştərini götürəndə biz fikirləşirik ki, birinci, əgər queue boş deyilsə, düzdürmü? Və yaxud da birinci bizim şərtimiz olmalıdır ki, əgər priority queue boş olsa, ya boş olsa sən elə bil ki, otaq açmalısan. İkinci şərtin odur ki, priority queue boş deyil, orada hansısa müştərinin sən yerləşdirdiyin otağı var, amma ilk tərk eləyənin çıxış vaxtından indi gələn müştərinin gəliş vaxtı kəsişir. Düzdürmü? Deməli, sən yenə də ona görə otaq açmalısan. Onda şərtimiz nə olur bizim əslində? Queue-nun topunun biz saxlayırıq. Deməli, first-ü. Əgər böyük bərabərdirsə P-nin first-ündən. Bu nə deməkdir? Yəni, onda priority queue-da biz geliş vaxtını qoyaq. İkinci tərəfə nə verəcək priority queue-da? İkinci tərəfə otağın nömrəsini verəcək. Birinci tərəfə görə ver ki, birinci tərəfə görə sıralasın da finish vaxtlarına görə. Yəni, birinci tərəfə finish vaxtını ver, ikinci tərəfə otağın nömrəsini ver. Deməli, əgər bu finish vaxtıdırsa, first, burada necə? Baxın, priority queue-ya biz indi gələn müştərini yerləşdirmək istəyirik. Həmin müştərinin deməli priority queue-da birincisinə onun çıxış vaxtını. Düzdürmü? Çıxış vaxtını. Çıxış vaxtını necə gedib götürək biz oradan? P.second.first. Düzdür, bunları qısalda bilərsə, first-ü, second-ı qısaldarsınız bunları. Və otaq açırsan sən bu müştəriyə görə, onda plus room eləyirsən. Elə birbaşa burada otağı artır. Biz nə götürmüşük? 0. Artıq mənim olsa queue boşdur. Bu şərtim olsa ilk dəfə ödənmir. Queue boş olduğu üçün indi gələn ilk müştərini sən bu otağa yerləşdirirsən. Və bu otağa yerləşdirdiyin üçün sən onun qeydiyyatını aparmalısan ki, sən həmin müştərini hansı otağa yerləşdirmirsən. Biz də onun üçün nə götürmüşdük? Rooms götürmüşdük də. Rooms pushback dedik ki, biz bu müştərinin nömrəsini götürək. Second idi də nömrəsi bax, nömrəsinin yanında da otağı. Bunu niyə görə biz bura
müştərinin nömrəsini qoyuruq. Çünki biz ən sonda çıxışa verəndə bu müştərinin nömrələrinin artma ardıcıllığı 1-dən n-ə qədər olan, baxın 1-dən n-ə qədər nömrələri ardıcıl çıxışa verəndə onların otaqlarını çıxışa verəcək. Elə bil ki, secondları verəcəksən burada. İndi ikinci şərtimiz, yəni bu şərt ödənməsə, bu deməkdir ki, bizdə Q-da hansısa müştəri artıq çıxıb onun yerinə bunu yerləşdirə bilərik. Yəni çıxacaq olan bir müştəri var. Niyə görə? Çünki Q boş deyil və bu şərtdə ödənmir. Düzdürmü? Bu şərt ödənmirsə, deməli indi gələn müştəri gələnə qədər artıq hansısa biri otağı tərk edib. Düzdürmü? Hansısa bir otağı tərk edibsə, onda biz nə edirik? Biz deyirik ki, həmin otağı empty room, yəni hansı ki boşalan otaqdır, adını verə bilərsiniz. Bu Q'nun topunun second'da olacaq. Düzdür? İkinci tərəfdə otaq saxlamışıq axı. Baxın. Deməli bu otağı götürürsən, niyə görə? Çünki sən artıq bu müştəri tərk eləyəcək. Tərk edirsə sən bunu silirsən onsuz da priority queue'dan və bu otağı verirsən yeni gələn müştəriyə. Yəni əslində bu eyni bir hissəni yazacaq. Sadəcə burada da otağı artırmırsan. Yəni bunu götürüb biz bura kopyalasaq, otağımız budur da bizim. Bu otağa yerləşdiririk. Bunu da silirsən buradan. Bunu da silirsən. Və məsələni həll etmiş olduq əslində. Bunların hamısı bitənə qədər bu proses davam eləyir. Cavablar hardadır? Rooms listində. Ən sonda biz otaqların sayını hardan götürəcəyik? Neçədən otaq istifadə elədik? Onun sayını hardan götürəcəyik şagirdlər? Second'dan. Yox. Başdan Room plus eləyirdik də biz. Biz room'u 0 verdik. Bax burada room plus eləyirdik. Bu plus nə deməkdir? Sən hər dəfə yeni otaq atırsan, onu artıra gedirsən. Düzdür? Onda belə çıxır ki, room'dur da sənin cavabın. Yəni bu qədər otaq istifadə eləmsən. Və bu otaqları da indi nömrələrini çıxışa verəcəksən. Hardan? Rooms listinin second'ından. Bunlar second'ındadır. Rooms listinin second'ında. Bunu da sən 1-dən n-ə qədər müştərilər üçün vermək üçün gərək bunu sıralayasan. Rooms nöqtə begindən rooms nöqtə n-də. Baxın, şagirdlər bir daha deyirik. Biz əvvəlcə müştəriləri sıraladıq. Müştəriləri sıralamışıqsa, deməli biz onların indekslərini qarışdırmışıq. Amma itirməmək üçün burada saxladıq. Cavabları yığanda isə biz vektora biz hansı müştərini ki yerləşdirmişik, onun nömrəsini qoymuşuq birinci vektora. Siz bunu sıralı saxlamaq istəsəydiniz, vektor əvəzinə multiset də götürə bilərdiniz ki, hər dəfə onu push eləyəndə otaq nömrəsinə görə eləsin. Yəni bunu da eləmək olar düşünürəm. Çünki bizdə Rooms'da düzdür, biz birinci i-ni saxlamışıq. I-ni saxlamışıq. Ona görə sort eləyəndə bu i-yə görə sort eləyəcək. İkinci, amma çıxışa da otaq nömrələrini verəcək onu ən sonda. Yəni for yaza bilərsiniz. Burada birinci bizə lazım deyil. Birinci lazımdır da elə. Yox, second. Otaq nömrələri lazımdır. Birinci lazım deyil. Bu indeksdə onsuz da. Bu da ki room. Geçsin rooms'dan götürsün. Çıxışa versin. Room. Belə mi olacaq? Görək. Səhv varmı kodda? Bunları öyrəşmişik qısa yazmağa. Second. Input'a baxaq. N dənə. AB-ni input'a verməmişik. 1-2-1, bu 2-1-2 də ola bilərdi. Yəni indi alqoritm bizə belə işləyir. Yəni ilk otağı elə vəziyyət ola bilərdi ki, yəni 2-1-2 də verə bilərdi. Amma nəticə olaraq yenə də minimum otaq istifadə etmiş olacaqdı. Bu məsələni yəqin ki, başqa cür həll edənlər olub. Yəni başqa cür deyəndə, yəni orada otaqları əsas düzgün yerləşdirməkdir. İstifadə edəcəyiniz də struktur mütləq lazımdır. Yəni sıralı, ən kiçiki saxlamaq.
otaqların nömrəsini ayrıca bir listə saxlamaq kimi. Məndə başqa həll də olmalıdır əslində orada. Məsələn, daha əvvəl submit elədiyim, məsələn, nə istifadə eləmişəm burada? Vector pair. Məsələn, adi massiv istifadə eləmişəm. Fərqli bir həldir bu. Biraz burada adədir. Yəqin bunu sonradan yazmışam. Baxın, sizə necə rahat. Yəni, başqa həll, alternativ düşünə bilərsiniz. Onu demək istəyirəm. Ki, alternativ həll düşünə bilərsiniz. Sözsüz. Arena olan həlli də qoya bilərsiniz. Room allocation. Bəli. Solution 1. Allocation. Solution 2. Davam eləyəkmi? Bu məsələ deyir ki, T dənə məhsul istehsal eləməlidir. N dənə maşın var. T dənə məhsul istehsal eləməlidir. Hər maşının istehsal, yəni neçə saniyədə bir məhsulu istehsal edəcəyi verilir. Deyir ki, minimum vaxtda T dənə məhsulu istehsal etmək lazımdır və həmin o minimum vaxtı çıxışa verməliyik. Deməli, n sayda T dənə məhsulu minimum nə qədər vaxtda istehsal edə bilər. Biz də baxaq buradakı nümunəsinə. Məsələn, burada deyir ki, 3 dənə maşın var. Biri 3 saniyədə bir məhsul, biri 2 saniyədə bir məhsul, bir də hər 5 saniyədə bir məhsul istehsal eləyir. Bizə lazımdır 7 dənə məhsul istehsal eləmək. 7 dənə məhsulu istehsal eləmək üçün minimum nə qədər vaxt lazımdır? Məsələn, biz baxırıq ki, 3 saniyə zamanda bir məhsul, hamısı eyni anda başlasa, yəni başladırıq. Hamısı eyni anda başlayanda 5 saniyə ərzində nə qədər məhsul? 5 saniyədə. 1 plus bu 2 dənə, bu da 1 dənə. Düzdürmü? 4 dənə, amma bizə 7 dənə lazımdır. Yenə davam edir bunlar istehsala. 6-cı saniyədə əslində bir dənə də məhsul bu istehsal eləyəcək. Amma burada 6-cı saniyədə bu da bir dənə məhsul. Baxın, 6-cı saniyədə ekstra olaraq cavabın üzərinə 1 plus 1 gələcək. Düzdürmü? 1 plus 1. Bu eləyəcək 6. 7-ci saniyədə məhsul istehsal olunmayacaq 7-ci saniyədə. Baxın, 7-ci saniyədə bu onsuz da 6-da bitmişdi. Buna yenə də 3 saniyə lazımdır. Bu da 6-da bitmişdi. Yenə əlavə 2 saniyə lazım ki, məhsul istehsal eləsin. Bu onsuz da 10-a çatanda bir dənə məhsulu tam istehsal eləyəcək. Deməli, 7-ci saniyədə heç nə istehsal olunmur. Amma 8-ci saniyədə plus 1. Bir dənə var bu istehsal eləyir. Plus 1. Bu da eləyir 7. Məsələnin əslində həlli sadədir. Yəni, bu tip məsələlərin klassik bir həlli var. Biz məsələyə belə yanaşırıq. Deyirik ki, tutaq ki, x vaxtda toplam nə qədər məhsul istehsal olunar? X vaxtda nə qədər məhsul istehsal olunar? Onda hər bir o siyahını biz götürsək,
Hər bir siyahı məsələn K-dır da burada. Hər bir K i düzdürmü? K0 bölünsün x plus yoxsa x bölünsün. X bölünsün K0. Yəni x saniyədə bu maşın özü K i qədər məhsul hər bir məhsula vaxt ayırırsa, onda x bölünsün K0 plus x bölünsün K1 bu şəkildə cəmi tapmalıyıq. Düzdürmü? Burada yerinə qoyanda görmək olur ki, orada həmişə vaxt artanda cavab dağıtır, yəni artan. Sözsüz ki, bəli, vaxt nə qədər çox versən, bir o qədər məhsul çox istifadə olunur, istehsal olunur. Az olsa da az istehsal olunur. Yəni deməli bu monoton bir artması var. Yəni monoton artan, azalan funksiyalarda biz nə tətbiq edirik? Binary search. Bəli. Aynen. Yəni həlli budur. Bu isə check funksiyasıdır. Yəni bizim check funksiyamız bu bizə qaytarırsa ki, sən t dənə istehsal eləmisən, onda daha kiçik bir cavaba istiqamətlənərsən. Ya da onu elə qura bilirsən ki, onsuz da return elədiyin elə bil axırda funksiyadan cavabı saxlamasan belə ən axırda left-i qaytara bilərsən cavab olaraq. Deməli, əgər binary search eləyiriksə, biz bir dənə interval götürəcəyik. Maksimal nə qədər götürək? Əslində burada kifayət qədər məhsulların sayı, bu vaxtların sayı çox olduğu üçün, məsələn, sən fikirləşsən ki, məndən bu 10^9 dənə məhsul istəsə, hər birində 10^9 versəydi, düzdür, mənə böyük bir zaman lazım idi. Hardasa 10^9-dan böyük zaman ərzində, düzdür, yəni bu qədər üzərinə gəlsən, 10^9 vurulsun bu qədər, n qədər zaman lazım. Yəni hardasa 10^15-ə gəlib çıxırdı da, düzdür? Belə deyə bilərik. 10^15-ə gəlir çıxır cavab. Mən ədədlərin minimum vurulsun. Eləyə bilərsən. Sayı vurulsun t. Sayı? Maksimumu yoxsa minimumu? Minimum. Minimumu eləmək olar. Minimumu eləyə bilərsən. Fərqi yoxdur onun. Onsuz da binary search login-ə işləyir. Fərqi nədir? Yəni 10^15, 10^18. Yenə də limit kimi götürsək ən yaxşısı olur. Daxil elədik K, yəni maşınların hər bir yəni istehsal elədiyi vaxtları, bir məhsulu. Sonra gəlirsiniz Yəni çünki bəzən orada ala biləcəyi cavabdan çox alır bəzi suallarda. çox alınsa yox, overflow baş verə bilər. Onu da qarşısını ala bilərsən. Yəni break eləyə bilərsən orada dövrdə check funksiyasında. Bu problem Mən deyil. onsuz istekdə break eləyəcək, hər dəfə toplayanda teyini keçirsə orada break eləyəcək. Minimum götürək ki 1 saniyə lazımdır bizə. Maksimumda məsələn 10^18 mən götürürəm. Amma 10^15 də götürmək olar düşünürəm ki, problem olmayacaq. Biz nə edirik? Middle-ı təyin edirik. Deyirik ki, tutaq ki, bizim bu zamana L plus R bölünsün 2 zaman ərzində biz məhsulları, yəni ən azı t dənə məhsul istehsal eləyəcək. Əgər eləyəcəksə, onda hansı şərt ödənməlidir? Bizim bu məhsullar ki var, bunlar üçün bir dənə total götürək, yəni long total götürək. Görək nə qədər məhsul biz, yəni count götürək. Count nə qədər məhsul biz istehsal edirik bu zaman ərzində. Bu zaman ərzində hər bir maşının m zaman ərzində istehsal eləyəcəyi məhsul sayı m bölünsün k-dir şagirdlər. Düzdür? Baxın, burada qeyd elədikdə biz bunu dedik ki, yəni tutaq ki, x vaxtda, indi x bizdə əslində m vaxtıda, biz də binary search-lə middle kimi götürmüşük onu. M vaxt ərzində toplam nə qədər məhsul istehsal olunar? Hər biri üçün bunların cəmi qədər. Bizə də nə qədər lazım idi? T dənə. Biz əgər bu hesablanandan sonra desək ki, toplam biz ən azı t dənə istehsal eləyə bilmişik bu maşınlardan, onda cavabı biraz da kiçildə bilər. Yəni R-i bərabər eləyə bilərsiniz middle çıx 1-ə. Əks halda L-i bərabər eləyə bilərsiniz middle plus 1-ə. İndi
Burada bəzən cavab da saxlamaq olardı. Məsələn, answer Artıq bərabərdir M saxlamalı. M saxlaya bilərsən, amma saxlamasan bunu, saxlamasan. Ən sonda çıxışa nəyi verməlisən? L. L, bəli. Ən sonda çıxışa L verə bilərsən, əgər saxlamırsansa. Niyə görə? Çünki sən olsa burada azalda gedəcəksən, amma bir yerdən sonra şərt ödənməyəcək. Şərt ödənmədiyində L-i sən middle plus 1 eləyirsən deyə o həmin cavaba gətirir onu, onunla da binary search bitir. Amma məsəl üçün bəzən kiməsə rahat gəlirkən burada cavab saxlasın M, yəni axırda bu answer verər çıxışa. Yəni belə də eləyə bilərsiniz. Heç bir problem yoxdur. Answer'ı götürərsiniz. Onsuz da answer'da long ola bilər. Answer ola bilər. Elə answer'ı götürün. Başqa burada bir dənə overflow baş verə bilər. Niyə görə? Çünki biz burada cəmliyə gedirik. Onsuz da write-ı açsa bu bizə lazım deyil. Və yaxud da write-ı yox, elə hər bir maşının istehsal eləyəcəyi, yəni maksimumu aşırsa da o maşın istehsal eləyə bilmir. Amma belə bir şərt yaza bilərsiniz. Əgər count topladıqca 1Y 18-i aşırsa, 1Y 18-i aşırsa break elə. Yəni toplama. Çünki overflow baş verəcək. Yox, əgər bunu eləmək istəmirsənsə, onda count'u double götürəsən gərək. Çünki double götürsən overflow problemi olmayacaq hər halda. Çünki count double'dır, saxlaya biləcək həmin dəyəri. Orada da onsuz da gələcək bu şərti girəcək. O overflow'dan əlavə orada böyük bərabərdir T-də də break eləmək olar. Böyük bərabərdir T-də. Bəli. Artıq böyükdürsə biz daha çox Böyükdürsə eləyə bilərik. Böyükdürsə break eləyə bilərik. Yəni onu da eləyə bilərik. Böyük bərabərdir T-də eləmək olar. Answer. Onsuz da cavab həmişə var. Yəni biz çünki garantiya alırıq ki 1 ilə 10-18 arasında bizim cavabımız yerləşir. Elə fikirləşirik. Orada T yazanda heç overflow ehtimalı qalmır. Çünki orada T heç vaxt o qədər böyük yazmır. Bəli. Məsələn, mən deyərdim ki, bəzi məsələlər olur ki, indi biz orada çox düşünmək istəmirik, sürətli həll yazmaq istəyirik. Yəni ona görə götür elə double ver, toplaya gedəndə sonra biləcəksən ki, double onsuz da overflow-unu qarşısına alacaq. Yəni bəzi məsələlərdə eləyirik biz onu. Yəni ehtiyac olanda, məsələn görürsən ki, nəsə cəmdir, ya hasildir, çox böyüyür. Bu nə vaxtsa gəlib long aşağı bilər. Düzdür, o bizim cavabımız olmur onsuz da. Yəni long-u aşmamalıdır o. Sadəcə onun qarşısını almaq üçün biz double istifadə edirik. Yəni əlavə sən də artıq burada if verəsən, break eləyəsən, onlara gərək qalmır da. İntlə double yoxlamaq olur ki, kiçik bərabər. Hə, yoxlaya bilərsən, problem yox. Yəni bunu sən double götürə bilərdin əslində. Double götürsəydin buna ehtiyac qalmayacaq. Çünki sən artıq bilirsən ki, bu bunu saxlaya biləcək. M böl K illərdə overflow baş vermir, cəmliyəndə baş verir. Yəni count'un üzərinə gələndə. Müqayisə də eləyə bilərsən, niyə olmur ki? Count double-la inti, yəni long-u müqayisə eləyə bilərsən. Yəni C++-da mümkündür. Onda double int type götürür, yoxsa int double type? Yox, sağ tərəfi casting eləyir. Elə bil ki, bunu normal double kimi götürür, sağ tərəflə də müqayisə eləyəndə onu double kimi görür də. Müqayisə eləyəndə. Sadəcə kəsr hissəsi olmur da onun, yəni nöqtədən sonra hissəsi olmur. Bu məsələ tanışdır yəqin ki bir çoxunuza. Əgər kitabları oxuyursunuzsa, eləmi? Task and deadlines. Eşitmisiniz ümumiyyətlə bu məsələni? Task and deadlines məsələsi. Sort edirik, tamam. Burada elə bilin ki, tapşırıqlar verilib. Tapşırıqlar verilir. Bu tapşırıqların sənə verilir finish vaxtı, bir də yox, nə verilir? Deadline verilir, bir də duration verilir. Hə. Duration məsələn birinci gələn bizdə duration'dır. Yəni nə qədər müddət ərzində bu tapşırığı yerinə yetirə bilərsən. İkincisi də deadline'dir. Məsələn, sənə lazımdır ta ki 6 gün
tutaq ki 10-cu gündə bitirməlisən. Məsələn, sənə lazımdır bunu bitirmək üçün 8 gün, 15-ci gündə bitirməlisən. Bu şəkildə deyir ki, sən burada minimum vaxt itirməlisən, yəni maksimum qazanc əldə etmək üçün. Qazanc da nədir? Yəni taskı nə vaxt bitirmisənsə, D çıx F kimi, D bunun deadline-ıdır. Deadline çıxılsın, taskı bitirdiyin vaxt qədər sənə elə bil ki, mükafat verilir. Onda buradan belə çıxır ki, mənfi də ola bilər. Görürsüz, deyir ki, hətta mənfi də Sort eləyib yap. ola bilər. Niyə görə? Çünki ola bilər ki, məsələn, sən bu tapşırığı deadline-ı 10 vermişdin, amma sən bunu 12-də bitirmisən, düzdürmü? 10 çıx 12 mənfi 2 reward əldə edirsən. Deməli, mümkün qədər biz o taskları deadline-dan əvvəl bitirməyə çalışırıq. Aydın oldu mu? Məsələnin şərtində nə deyir? Verilən tapşırıqların bitmə vaxtlarına görə verilən tapşırıqları müddəti və bitmə vaxtlarına görə verilən tapşırıqların yerinə yetirilməsi zamanı, yerinə yetirilməsi üçün maksimum mənfəət əldə etmək lazımdır. Yəni minimum zərər. Belə deyək. Və deadline verilir. Bizim də bir finish vaxtım. Tutaq ki, mənə bu deadline verilib D, amma mən bunu bitirmişəm F-də. Düzdürmü? Onda D çıxılsın F qədər mənfəət əldə olunur. Və biz əslində buradan görürük ki, bu deadline-ı tutaq ki, mənə 10 verib, mən bunu 15-də bitirmişəm, gecikdirmişəm də bu taskı. Düzdür? Gecikdirmişəmsə, deməli mən mənfiyə salıram bunu. Əsas buna diqqət eləməliyik biz burada. D çıx F qədər mənfəət əldə olunur. Məsələ aydındırmı? Bəli. Neyniyəcəyik biz burada? Nəyə görə taskları seçməliyik ki, maksimal mənfəət əldə edək? Bunu əsas desəz bəs eləyik. Tapşırıqları hansı ardıcıllıqla seçək? Yəni tapşırıqlar baxın, məsələn burada biz 2 qazanmışıq. Charge-ına görə də yəni. Duration-a görə. Məsələn buradan tutaq ki, biz bundan başlasaydıq, düzdürmü? 0-cı time'da başlayırıq. Sort edəcək demək. Necə? Sort. Birinci başlama vaxtına mı görə seçəcək, yoxsa duration'a görə Bəli, seçəcək? başlama vaxtı. Başlama deyəndə yəni verilən müddət var bizə. Yəni məsələn buna 6 saat vaxt verilib ki, 6 saat ərzində yekunlaşdıra bilərik. Bunu 8 saat. Elə deyil, bu duration'dır da, bu deadline'dır. Müddəti deyək ki, ən az olanlardan başlamalıyıq. Elə düşünürsüz? Müddəti ən az olan. Bəli. Müddəti ən az olan məsələn 5-dir. Bunu buradan nə qədər mükafat əldə edəcəyik biz? Bundan başladıq. Bundan nə qədər mükafat? 12 çıxılsın 5, hə? 7 əldə edirik də bundan. 7. Deməli 5-də bitirmişik. Bitirən kimi buna başlayırıq. Buna başlasaq bizim bitmə vaxtımız 5 idi. 5-in üstünə 6 11. Onda 10 çıxılsın 11 mənfəət əldə edirik. Düzdür? Nə qədər edir bu? Mənfi 1. 11-də bitirən kimi buna başlayırıq. Buna da başlasaq deməli 11-in üstünə 8 gəl 19. 15 çıx 19. Nə qədər eləyir bu? Mənfi 4. İndi bu qədər mənfəətin hamısını cəmləsək 2. Hə? 2-dir mi cavab? 2-dir. Aydın oldu məsələ. Yəni düşünürük ki, ən az hansı tez bitəcəksə duration'a baxırıq da. Yəni sənə 5 saatlıq verilən task var, 8 saatlıq verilən task var. Sən hansının müddəti azdırsa, greedy yanaşmasıdır da bu həllində. Hansının müddəti azdırsa, müddəti az olanlar
Grid yanaşması budur. Yəni hansı ki taskın müddəti azdır, bilirsən ki bu tez bitəcək. Onlardan başlayırsan ki minimum zərərlə çıxasan. Çünki burada əgər o task müddəti azdırsa, deməli o zərərdən uzaqlaşır da, yəni mümkün qədər uzaqlaşır o. Çünki deadline ilə onun arasındakı fərq minimallaşdırırıq. Düzdürmü? Bəli. O zaman buna A desək, buna B desək, birinciyə görə sort eləyib başlayacaq oradan total mənfəəti hesablamağa. Yəni məsələ bu qədər sadə, çox qısa bir həlli var məsələnin. N AB ilə burada da götürərik bir dənə pair vektor pair götürün, girişi vektora yığaq və sort eləyək. Sort elədik. Biz bilirik ki, sort eləyəndə birinciyə görə sıralanacaq. Yəni müddətlərinə görə sıralanır. Sonra start time verib də bizə orada. Long-longa ehtiyac var mı burada bu məsələdə? 2 bura 10 üstü 6. Əslində yəni bu qədər ədəd arasındakı fərqlər böyüksə integerə aşa bilir. O zaman nə edək? Long bir dənə time verək. Bir dənə cəm götürəcəyik. Bir dənə də total götürək. Hər ikisi 0 olacaq bunların. Bu time şagirdlər, yəni bizə 0-cı vaxtdan başla deyir də məsələdə. Yəni sən tutaq ki 0-cı time-dan başlayırsan taskları yerinə yetirməyə. The starting time burada yazıb ki 0-dır. Biz də starting time, yəni start verə bilərsən. Ondan sonra auto istəsəz elə burada birbaşa first secondary buradan elə götürək də. Elə AB verin. Geçsin vektordan götürsün. Deməli biz nə dedik? Biz dedik ki bu bizə duration'dır, bu deadline'dır. Biz bu taskı yerinə yetirəndə nə qədər mənfəət əldə edə bilirik? Bu taskı yerinə yetirəndə startın üzərinə gəlirik bunun duration'ını, düzdürmü? Startın üzərinə duration'ı gəlirik və deadline-dan onu çıxırıq, düzdürmü? Yəni bu deadline-dır bizdə, düzdürmü? Bu da duration. Onda belə çıxır ki, biz deadline-dan çıxmalıyıq duration, düzdürmü? Duration yəni startdan başlayaraq istifadə edədiyimiz duration. Çünki biz hər hansısa bir taskı yerinə yetiriksə, artıq o taskı bitirdiyimiz vaxtı start'a update edirik. Dəyişirik qiyməti. Yəni biz əslində burada startı nəyə dəyişməliyik? Start plus duration. Düzdür? Belə eləməliyik də. Startı dəyişməliyik. Start plus duration ki, növbəti artıq taskı götürəndə biz bu time-dan başlayırıq. Startımız bu olur bizim. Yəni harda bitmişik də oradan davam edirik. Necə ki burada görürsünüz, məsələn biz bunu başladıq. Dedik ki, yəni bunu saat 5-də bitirmişik. Saat 5-də bitirmişiksə, onda mən 6-nı başlayacamsa yerinə yetirməyə, 5-in üstünə 6 gələcəm, 11-də bitirəcəm bunu. Ona görə bunun deadline-dan 11-ə çıxdıq biz. Baxın, bunlar update oluna getməlidir mütləq. Bu hissələr isə cavabın üzərinə əlavə olunur. Və ən sonda çıxışa totalı veririk. Aydın oldu. Long-longda problem olmayacaq. Götürdük long-long. Biraz şeyde buyurun. Bu məsələnin Ben ondan verin.
İndi baxdıq. Task deadline. Hə, Bunun şərtini başa düşmədin? birinci startın Bu start değil. Yani bu onun müddətidir. Start başqa şeydir. Start bizim başlayacağımız, mən hansı vaxtda başlayacağamsa onu yerinə yetirməyə start odur. Startı biz təyin edirik. Bu onun müddətidir. Yəni ki, bu tapşırığa 6 saat sənə vaxt lazımdır yerinə yetirmək üçün. Odur bu. 6 saat bizə vaxt lazımdır, amma 10'a qədər deadline var. Biz gec bitirsək, onda oradan mənfi əldə edirik də reward olaraq. Düz deyil? hə, Yəni bu onun yerinə yetirməsi üçün istifadə olunan zamandır. Nə qədər vaxt ərzində sən bunu yerinə yetirə bilərsən? 6 saat, bu 8 saat, bu 5 saat. Məsələn, sənin qarşına tapşırıqlar qoyulub, deyir ki, məsələn, bu tapşırığı sənə 2 saat vaxtın var, 2 saat ayıra bilərsən, amma saat 10'da bitirməlisən, tutaq ki, deyə bilər. Hə. Sən ondan nə etməlisən? Sən həm bunun 2 saatını nəzərə almalısan, həm də deadline-ı saat 10'da da bitirməlisən axı. Sən onda fikirləşirsən ki, mən bunu saat 10'dan sonra bitirsəm, məsələn, mən saat 9'da başlasam, 2 saata bunu bitirsəm, 11'də bitirmiş olacam, əslində mənfi reward əldə edəcəm. Düzdürmü? Yəni biz mümkün qədər əslində onları tez bitirməyə çalışırıq. Ona görə də biz duration'ı, yəni müddəti, hansı ki tasklar daha az zaman alır, onlardan başlayırıq yerinə yetirməyə. Biz bunu edirik burada. Və onsuz da elə task olsa ki, eyni vaxt verilib ona, biz deadline-a görə onu da sort edirik də. Onun çox da əhəmiyyəti yoxdur. Yəni olsa onu vektor eləyir pair. Yəni birinciyə nə olsa ikinciyə baxır. oldu mən. Bu məsələni da yəqin ki işləyənlər olub aranızda. Ne edirik biz burada? Müəllim, Bəli. deyim ki, Deyir ki, n dənə kitab var. 2 nəfər kitabı oxuyur. Yəni məsələn Ali və Ömər n sayda kitabı oxumalıdır. Düzdürmü? N sayda kitabı oxumalıdır. For each book you know the time it takes to read. Yəni hər bir kitabın nə qədər vaxt alacağı, yəni oxumaq üçün zaman verilir. They both read each book from beginning to end. Hamısı deyir bütün kitabları oxumalıdır. Amma eyni anda bir kitabı oxuya bilməz. Yəni biri hansısa kitabı bitirəndən sonra birisi oxuya bilər. Deyir minimum nə qədər vaxt lazımdır bunların hamısı üçün bu kitabları oxumağa. En sayda kitabı oxumalıdır. Minimum nə qədər zaman lazımdır. Bunu soruşur. Məsələn, nümunəsini də istəyirsiniz izah eləyək. 3 verib bu biri olsa hamısını oxuyacaq da bunu, düzdürmü? 2, 3, 8. Yəni ən azı bunun birinin oxunması üçün. İndi ola bilər ki, orada paralel misal üçün tutaq ki, Ali 8 dəqiqəlik kitabı oxuyub qutarana kimi, məsələn Ömər bununla bunu oxuyub bitirir. Düzdür? Deməli 8 dəqiqə ərzində Ömər bununla bunu oxuyur. Bu sonra bitirir. Ömər gözləyir ki, bu bitirsin. Sonra götürsün bunu oxusun. Düzdür? Nə qədər vaxt lazımdır buna? 8 dəqiqə olsa lazımdır bizə. Düzdür? Yəni ən maksimumunu götür bunların. 8 dəqiqə sənə olsa lazımdır. 8 dəqiqə ərzində deyək ki, Ali 2 ilə 3'ü də oxuyacaq. Ömər 8'i bitirəndən sonra keçəcək bu 2-3'ü oxuyana qədər Ali oxuyacaq. Nə qədər zaman gedir şagirdlər? 8 plus 8 16 mı gedir? 16. Əslində məsələnin həlli çox sadədir. Nə düşünürsünüz məsələnin həllində? mən deyim. Müəllim, burada ona baxa bilərik ki, əgər bu arraydakı ən böyük şeylər bütün observerlərin cəmindən böyükdürsə, onda yəni cavab onda 2 vuraq ən böyük şeylər. Çünki biri o kitabı oxuyarkən o birisi bütün kitabları oxuya biləcək. Bəli. Mən ona görə. Mən əgər elə deyilsə, sadəcə cəmin siyahət edəcək. Əslində bəli, elədir. Necə ki biz burada gördük ki, məsələn,
8-i bu oxuyana qədər o birisi bütün kitabları oxuyub bitirir. Yəni əslində həqiqətən də elədir. E, və görürük ki 8 dəqiqə deməli yerdə qalan bütün kitabların cəmindən böyükdür. Yəni, böyükdürsə elə deyirik ki, daha doğrusu kiçik, böyük bərabərdir. Onda elə 2 dənə maksın cəmidir cavabımız. Düzdür? Yəni şərtimiz bu olur ki, əgər max birinci şərtimiz max böyükdürsə totaldan, total amma max iştirak etməməklə də, onu da belə eləyə bilərsən də, total çıx max, maxı o biri tərəfə keçirsən, onda 2 vıraq max eləyir də, düzdürmü? 2 vıraq max böyük bərabərdirsə totaldan, cavab nədir? Elə 2 vıraq max. Else, cavab nə olacaq? Total üstə gələk max. Hə? Evet. Kitabların dəqiqələrini daxil edirik. Sırala. Max rahat götürürsən. Əgər bir dənə totalda götürərdik, əslində burada cəmləyə bilərdik biz bunu. Hə? Bu totaldır da bizdə. Ya da istəyirsiniz maxdan yerdə qalanları cəmləyək. Bu da ki n sıx 1-ə qədər olan cəmlik. Total plus bərabərdir BI. Maxdan başqa hamısını cəmləyirsən, sonra yoxlayırsan ki, əgər max bizdə Vn çıx 1-dir, düzdür, max. Vn çıx 1 böyük bərabərdirsə totaldan, cavabımız 2 vurulsun Vn çıx 1-dir, yəni max. Else nədir? Evet. Total. Bəli. Vn çıx 1 plus total. Məsələn, nümunəsinə baxaq. Siz belə bir şey versəydi bizə, tutaq ki 2, 3, 4. 2, 3, 4 versəydi, burada cavab maksimum üstə gələk, maksimumdan yerdə qalanların cəmidir. Niyə görə? Çünki məsələn, ən böyük kitabı Ömər tutaq ki götürüb oxusa, Ali başlasa bu kitabı, bunu bitirəcək. Bu hələ bitirməmiş, bu keçəcək Ali bu kitaba. Deməli, 5 dəqiqə vaxt lazımdır buna. 5 dəqiqə vaxt, bu bitirəndən sonra artıq o vaxta qədər də Ömər bunu bitirəcək. Axı, Ömər bunu bitirdiyi üçün bu bitirib buna başlayacaq və bütün kitablarda oxumuş olacaqlar. Düzdür? Yəni, max üstə gələk. Elə bil ki, Ali bu kitaba keçəndə Ömər onsuz da bunu bitirib artıq bu biri kitaba keçir və beləliklə ora paralel oxuyurlar da. Yəni mütləqdir ki, yəni hansısa kitab boşdadırsa onu götürüb oxumalıdır ki, vaxt itirməsin. Ona görə burada cavab olur 2 plus 3 plus 4. Yəni max bir də maxdan yerdə qalan elementlər əslində hamısının cəmidir, hə? Yoxsa əslində hamısının cəmidir, yəni bunların hamısının cəmidir. Baxın, bu var. Total üstə gələk max əslində hamısının cəmidir. Çünki total maxdan kənar olan cəmidir. Yoxlasaq. Total götürək. Belə
Sizinlə məsələ işlədik. 1, 2, 3, 4 dənə. Bundan sonra gələn məsələləri özünüz də işləyə bilərsiniz əslində. Amma yəni bəzilərinə vaxtımız var da. Yəni məsələn sum of 3 values. Düzdür, sum of 2 values-u bilirsiniz necə həll edirsiniz. Əslində onu oxşar şəkildə sum of 3 values-u da həll edə bilərsiniz. Yəni for götürəcəyik. Bir dənə də tapmaq üçün, bir dənə də while to pointers, 2 dənə də tapmaq üçün. Bəli. Niyə görə? Çünki burada Xoşdur. əslində n-in qiyməti 5000-dir. Deməli bunu o(n) kvadratına həll eləyə bilərik biz. O(n) kvadratına da həll eləyəndə bir dənə dövr bizə 2 pointers işini görəcək. Hansı ki 2 dənə cəm axtarır. O biri isə dövr elə bilin ki brute force yerdə qalan hər bir ədədi yoxlayır. Məsələn, sənə lazımdır left pointer, right pointer və bir dənə də ədəd götürməlisən. Üçüncünü sən brute force-dan götürüb cəmləyib axtara bilərsən. Mən 2 pointer for'un içində 2 pointer. Ayso, for'un içində 2 pointers, bəli. Yəni bu məsələ əslində Mən sum for values eyni şeydir. İç-içə for və 2 dənə. orada da Yəni, iç-içə for olacaq, amma 2-2 birinci əvvəlcədən 2-2 cəmləri saxlayacaqsınız. Bir dənə mapdə saxlaya bilərsiniz. 2-2 cəmləri brute force edib saxlayırsınız. Sonra yenə iç-içə dövr, elə ki map'in iç-içə dövrü lazımdır sənə sonra orada. Elə deyil. Orada nə qədər verib ki? İkincisində. Min verib burada. Çünki log-n də lazımdır bizə burada. Ona görə min vur, min log da lazımdır. Ona görə elə verib. Burada ama ehtiyac yoxdur. 5000. Sən bunu əvvəlcədən sort edəcəksən. Məsələnin, yəni buna bənzər məsələ işləmişik. Ona görə ümumiyyətlə məsələdə deyir ki, massivdə elə 3 ədəd tapın ki, cəmi x olsun. Bu ədədlərin indekslərini çap edin. Yəni hər hansı bir cavab varsa da çıxışa verə bilərsiniz. Yəni əsas ideya 2 pointers'dır, amma 2 pointers biz 2 dənə üçün eləyə bilirik də bunu. 2 dənə. Pointer deyəndə 2 pointer bir 2 dənə nöqtə təyin edirik. Amma bizə 3 dənə istəyir axı. Mən bundan sonraki bəlkə Ona skip görə də edeyim. bir dənə də loop lazımdır. Bir də yəni loop plus 2 pointers. Necə? Mən sum of for values bəlkə skip edeyim. Çünki eyni şeydir, sadəcə bir dənə for. Yox, işləyərik də, yəni vaxtımız var, indi bunu işləyək. Burada x bir dənə massiv götürün. Massivi saxlayarsınız. Pair kimi burada indekslərini istəyir axı bizə. İndekslərini itirməmək üçün yenə vektor pair götürək. Burada saxlayaq. N massivin elementlərinin sayı, x bizim axtardığımız cəmdir. Vektor təyin elədik. İndekslər orada birdən nömrəli, gəlin biz də birdən nömrəliyik. Yəni pushback eləyəndə daxil elədin, tutaq ki, A-nı pushback elə. A yanında da indeks. Düzdürmü? Sonra nə edirsən? Sort edirsən. Sortu niyə görə eləyirik biz? Çünki 2 pointers'ı tətbiq eləyəndə ən kiçik ədədi götürəcək, bir də ən böyük ədəd. Və bir-birinə yaxınlaşdıracaq bunları. Solu irəli çəkəcək, sağı sola çəkəcək, yəni bu şəkildə. İndi biz demişdik nə? Dedik ki, bir dənə loop lazımdır bizə. Bu əslində loop bizim o 3-cü pointeri axtarmaq üçün olan loopdur. Yəni biz dövr quranda bu dövr siz fikirləşin ki, sənin pointerin, left pointerin həmişə 0-dadır, right pointerin en çıx 1-dədir. Onda sənin 3-cü pointerin bunların arasında olmalı. Ona görə biz elementləri başladanda, baxın bu vektorda. Başladanda 0-dan başlatma. Çünki 0-dan başladanda 3 dənə pointer L ilə I üst-üstə düşəcək. Ona görə bunu 1-dən başlat. Bu da kiçikdir, axırıncıya qoyma, en çıx 1-ə ver. Yəni bu intervalda gəlsin hamısını. Və biz x cəmi axtarırıq. X cəmi əslində mən buradan bir dənə cəm götürürəm də elə bil. Ədədin birini götürürəm oradan. Ədədin birini oradan götürürəmsə məndə hansı cəm qalır yerdə?
Elə bil ki, x çıxılsın. Vektorun i'nincisinin elə bil ki, first'ünü çıxıram buradan. Yəni yerdə qalır, qalan hissədə 2 dənə ədəd axtarır. Yəni bu bir nəyə bənzər? Elə bil ki, sən götürmüsən 8 cəmini axtarsan, 8-dən 2-ni çıxırsan 6, 6-nı burada 2 pointers edirsən. 6 cəmini. Sonra məsələn 8, 7-ni götürmüsən, 8-dən 7-ni çıxırsan 1, sonra 1 cəmi axtarsan 2 pointersən. Bu şəkildə həll edirik biz məsələni əslində. İndi orada da biz belə bir şərti necə yazacaq əslində? Şərti yazanda biz nəzərə almalıyıq ki, elə bil ki, left-lə right arasına düşsün də, yəni left-lə right arasına düşsün. Çünki onsuz da biz bütün i'lərə baxırıq da orada. Biz deyirik ki, bir dənə left təyin eləyək. Leftimiz olsun 0, həmişə rightımız olsun n-1 və while şərtini quranda siz L kiçik bərabərdir R yazmır. Çünki orada gəlib nə vaxtsa sən eyni i'nin üstündən keçəcəksən, təkrar ədədə baxacaqsan. Ona görə belə yaz. Yaz ki, L i'dən L-dən R arasında olsun və i kiçikdir R. Baxın bu şərti yaz. Nə qədər ki bu şərt ödənir, biz nə axtarırıq? Bu samdan axtarırıq. Yəni L-dən və R-dən sam götürməliyik. Yəni if deməliyik ki, VL-in first-ü üstə gələk VR-in first-ü sama bərabərsə, deməli biz tapmışıq. Əslində burada return eləyə bilərik cavabımızı. Cavabımız da nə olacaq? İndekslər. İndekslər odur ki, bizim VI elə bir ki, i'nin, baxın, bu i'nin second-ı. Düzdürmü? Second-da saxlamışıq biz indeksləri. Second-ı və yerdə qalan VL-lə də VR-in indeksləri. Onlar hardadır? VL.second və VR.second. Və burada return 0 elə ki, sən artıq cavabı tapdın. İndeksləri çıxışa verdin, tapdın. İkinci, yəni bu şərt ödənməsə 2 hal mümkündür bizdə. If, yəni bu cəm samı aşıbsa, nə edirik? Samı aşanda. Bəli, R minus minus, else, L plus plus. Əgər heç vaxt burada mümkün belə bir şey hal varmı? Impossible var. Yəni onsuz da biz burada return edirik. Yəni heç vaxt o hal baş verməsə, ən sonda impossible. Cəm burada yəni baxaq. Yox, ona getdi. Sum of 3 values. Long 10-9'a ehtiyac yoxdur. Dənəsini cəmləyəndə haradasa overflow baş verə bilər, amma onun da qarşısını ala bilərik yəni. Yox, biz bir dənəsini götürmüşük, samdan çıxartmışıq. Yox, overflow baş verməyəcək. Çünki sən samdan bunu çıxartmışsan, əslində cəmi kiçiltmirsən. Burada da P-ləri götürməmiz müəllim. Bəli. 1, 4, 3. Məsələn, birinci indeks, dördüncü indeks və üçüncü indeks. İndeksləri istənilən ardıcıllıqla verə bilərsən. Sənə desəydi artan sırayla ver, ya necəsə ver, sort edib verərdin. Yəni heç bir problem yox. Sum of 3 values-da həll elədik. Bundan qabaqki məsələlər vaxt apardı, fikir verirsiniz. O nested range məsələsi həll eləmişdik. Nə bilim, onlar bəzi məsələ, amma bunlar sürətli həll eləmək olar. Hətta bundan sonra gələn sum of 4 values-da, nearest smaller values-da, yəni bunları sürətli keçə bilirik biz. Sum of 4 values-dakı eyni məsələdir. Sadəcə deyir ki, 4 dənə ədəd tap orada. Biz də burada ideya olaraq deyirik ki, bütün cütlükləri əvvəlcədən pair, 2-2 bütün mümkün halları götürək, saxlayaq bir cavab olaraq. Sonra oradan brute force eləyək, 2 dənə
bir çoxluğundan götür. 2 dənə də bir çoxluğundan element götür. Onların cəminə bax. Əgər həmin cəmi düzəldə bilirsənsə, deməli mümkündür. Amma orada götürəndə indeksləri müxtəlif olmalı. Yəni eyni ədədlər toplanmamalı. Ona da diqqət etməliyik. Müəllim. Bəli. Pointer'ın birini baştan birini sondan başladı. İçeride bir tane forla bütün indeksleri gəzib, onun içində başqa bir forla sonraki indeksləri gəzsək, bu tam değişməz ki. Nə qədər gedir? 3 dənə dövr gedir. Bəli. 3 dənə dövrdə problem olacaq da. Axı mindir, yəni 1000 üç dəfə problem. Yo, min üstə gələk sənin orada əlavə əməliyyatların var, if verirsən. Yəni onları da nəzərə alsan, milyardı keçir yəni. Yəni biz dövr quranda əslində baxırıq ki, dövrün içində nə iş görürük. Yəni o da önəmlidir bizim üçün. Yəni o da fərq edir. O da niyə görə fərq edir? Çünki artıq 10 üstü 8-i aşırıqsa biz artıq onlara diqqət eləməliyik. 10 üstü 6-ya qədər önəmli deyil. Sən orada neçə dənə if yazdın, 3 dənə yazdın, 5 dənə yazdın, nəsə artırdın, azaltdın, cəmlədin, o çox da rol oynamır. Amma böyük nəticədə time kompleksidə, yəni 10 üstü 8-dəsən, sən artıq 10 üstü 9-dasan da artıq riskdədən də. Yəni biraz orada nəsə əlavə əməliyyatlar apardınsa, zaman limitini aşacaq. Bizim bu məsələdə sum of 4 values'a təklif edəcəyimiz həll, yəni ümumiyyətlə massivdə eyni sualdır, sadəcə deyir ki 4 dənə tap. Massivdə elə 4 ədəd tapın ki, cəmi x olsun, bu ədədlərin indekslərini çap edin. Biz deyirik ki, burada həll yazanda artıq biz belə eləməyəcəyik. Burada 2 pointers istifadə eləməyəcəyik. Biz əslində loop plus loop eləyəcəyik. Hər bir loopdakı pairləri saxlayacaq. Yəni pair elə bilin ki ij-ləri saxlayacaq massiv üçün. Bu da bir dənə pair ij-lər saxlayacaq. Bu pair ij-lərindəki elə bilin ki cəmlərini saxlamaq üçün bir dənə map götürürsünüz əvvəlcədən. İç-içə dövr qurursunuz ON kvadratı və mapə bütün AI plus AJ-ləri insert edirsiniz. Bütün AI plus AJ-ləri insert edirik biz. Deməli, biz bu hissəni silək, bu hissə bizə lazım deyil. Burada vektor, hələ ki bunu saxlayaq. Bəs burada 2 pointers'ı 2 dəfə eləyə bilərik. Onda minim-minə işləyərdi. Eləmək olacaq mı? 2 dənə isə 2 pointers. 2 dənə 2 pointers götürəndə, yəni birini hardan götürəcəksən, birini, yəni ikisini götürdün, soldan sağdan, o birisləri hardan götürəcəksən? O biləndə bir başlanğıcdakı plus 1, sondakı minus 1. Minim-minə. Ödəyəcəkmi o? Həmişə baxmaq lazımdır. Əslində, məsələn, yox. Bax, sən həmişə 2 pointers'ı eyni yerə qoysan, məsələn, left'i 0-a, right'i n-1-ə qoysan, həmişə. Həmişə eləməyik. Başlanğıcda 0 ilə n-lə başladırıq. Daha sonra onun içindəki məsələn L1 ilə L1-i 0 plus 1, n-1-1-dən başladırıq. Hər birinin içində 2 pointers eləyəcəyik. Yəni 1000 dənəsinin içində 2 pointers bu qədər. 1000 dənəsinin içində onda 3 şeyə gəlir axı, n kubuna gəlir axı. Kvadratına gəlir. Bir dənə 2 pointers n-ə deyil, ya l-ə artırır ya da l-ə azaldırır. Bir dənə 2 pointers minətdə. Hər birinin içində bir dənə 2 pointers eləyəcəyik, minim-minə. Bütün variantlara baxmırsan axı onda. Bütün variantlara baxırsan. Baxmır axı bütün variant. Bütün variantlara baxmayacaq axı o. Niyə baxmır ki? Çünki sən bax, bir dənə dövr qurdun, birdən i-yə, i-ni qurdun birdən n-ə, düzdür? Birdən n-ə qurduğun dövrdə sən o left-lə right-ı necə seçəcəksən? Yəni bir dənə dövr qurmuram ki, 2 dənə while var. 2 dənə while-ın hər biri on deyil. Sənin orada left-in də dəyişir, right-ın da dəyişir. Sənin elə bir kombinasiyan var ki, məsələn,
ikinci while'ın içərisinə başqa bir kombinasiya da göndərə bilərsən. Sən onun hamısına baxa bilmir axı o. Hə. O hamısına baxa bilmir axı. Bax sən bir dənə iki dənə pointer götürmüsən. Sən o iki dənə pointerin başqa vəziyyətlərinə də baxmalısan da. Həmişə eyni yerdən başlamalı deyil axı o iki dənə pointer. Onu demək istəyirəm. Məncə yer dəyişməsinə baxırıq da onsuz. Çünki məsələn buradan tutaq ki, bir dənə x cəmi düzəltmisən, oradan y cəmi, olan cəmini götürə bilərsən. Amma buradan bir dənə cəmi çıxarıb oradakı intervala bir dənə hansısa bir ədədi qoşsan, bəlkə də sən o cəmi düzəldə bilərsən. Yəni yaxınlaşa da bilərsən, uzaqlaşa da bilərsən. Amma variant çox çıxır da yenə də. Mən dediyim halda ən kiçik, əvvəlcə intervalın ən kiçik, ən böyük elementlərini tapırıq. Sort edirsən də sən. Element tapırıq da. Düzdürmü? Sən sort edirsən də. Hə, bəli, sort edirik. Başlıqda sort edirik. Daha sonra intervalın ən kiçik, ən böyük, birinci ilə dördüncü elementi elə bir two pointers'dan tapırıq. Daha sonra onlara görə ortada ikinci və üçüncü elementlər. Sürüşdürmə orada düz işləməyəcək. Sürüşdürmə düz getməyəcək. Yenə yaz bax, amma sən bilməyəcəksən hansını sürüşdürəsən orada. Çünki məsələn birincisindən sürüşdürüb ikincisindən artım eləsən ədədvə yaxınlaşa bilərsən axı. Yəni burada müxtəlif vəziyyətlər çıxır axı. 4 dənə pointer olduğu üçün. Bir dənə bu həlli gəlin yazaq. Onu da yaza bilərsən. Yəni necə düşünürsənsə implement elə bax. Yəni mən düşünürəm ki, orada bütün mümkün hallara baxa İki dənə açarmış, error gələcək. Bunu massiv götürək, normal. Bunu daxil eləyək. Sonra nə eləyək? Brute force eləyək. Force elədiyimiz əslində i0-dan n-ə. Bunu düzəldək. Bunların hamısını qaytaraq. İndeksləri yığanda yığarıq. İstəyirsinizsə birdən yığarıq. Əslində o indeksi üstünə bir də gəlib çıxışa verə bilərik. O problem deyil. J başlasın n plus 1-dən J kiçikdir n, J plus plus. Bunu da istəsəz n çıx 1-ə qədər apara bilərsiniz. İndi biz nə edirik? Burada əslində elə bir map götürürük ki, biz mapə göndərəcəksən a i plus aj-ni, amma burada sən 2 dənə indeks saxlamalısan. Onda map'i pushback elə bir ki, vektor götürə bilərsən. İkinci tərəfinə indeksləri göndərə bilərsən. Necə? Hətta dediyim məlumatlı çağırmış. Vektor pair götürün ikinci tərəfinə. Bütün 2-2 cəmləri əldə elədin. İndi sənə nə lazımdır? Bu map'i iç-içə dövr qurub gəzmək. Map'i iç-içə dövr qurub gəzmək. Auto. Elə bilin ki, bu bizdə birinci cütlükdür. Düzdürmü? Birinci cütlük olsa, biz buna gəlin P1 deyək, geçsin map'dən götürsün və bizim burada yerdə qalan cəm, bayaqki sum of three values'dakı kimi. Mən 2 dənə ədədi götürmüşəm, indi onları cəmdən çıxarıram. Yəni mən axtarmalıyam onda sum bərabərdir. Mən x cəmini düzəltmək istəyirəm. X-dan çıxartmalıyam P1-i. Düzdürmü? P1-i çıxartmalıyam. Və indi axtarmalıyam sum'ı. Sum'ı da harda axtarıram? Bu ikinci map'də. Düzdür. İkinci map'də də şagirdlər bizdə belə bir hal baş verə bilər. Biz tutaq ki, burada cəmləri əldə edəndə təkrar cəmləri ortaya girəcək. Təkrar cəm də ortaya girəndən sonra map baxacaq ki, bu cəm onda var, götürəcək onun ardına başqa bir pair qoşacaq. Cütlük qoşacaq da belə deyək. Düzdürmü? Yəni 2-2. Məsələn, biz də indi oradan cavabları seçəndə kəsişməyən indekslər seçməliyik. Birincisi biz burada nə edə bilərik? Biz deyə bilərik ki, əgər sum ümumiyyətlə map'də yoxdursa, yəni bu sum heç gəzməsin. Amma o problem eləməməlidir. For auto P2-ni gedib sən map sumdan gəzəndə sən əslində buradan götürəcəksən indekslər. Artıq
elə bilin ki, ikinci bir başqa cəm axtarırıq. Bir dənəsini axtarmışıq. Bu P1-in first-dür. Onda gəlin biz belə eləyək də. P1-in first-ünün second-ı əslində bizdə indeksdir. Biz ikinci bir sum götürüb axtaranda o indekslərlə bu indekslər üst-üstə düşməməlidir. Onu necə eləyək? Onu belə eləyək. Gedək, onsuz da biz bura yığmışıq da onların hamısını. Onların hamısını gəzək. Yəni elə bilin ki, bunlar üçün bir dənə set təyin edə bilərsən. Bunun hamısını bir dənə setə yığa bilərsən. Hamısını setə yığsaq düz işləyəcəkmi? Setə yığırıq. Sonra buradan çıxan indeksləri setə yığırsan. Görsən ki, səndə 4 dənə yığılıb indeks, yəni müxtəlif 4 indeks tapa bilmisənsə, onda cavab yes-dir. Gəlin yazaq. For pair 1-in bizə nəyi lazımdır? Pair 1-in second-ını gəzib bütün indeksləri setə yığaq. Seti də təyin eləyərik. Yəni gəlin birinci gəzək, bu indeksləri götürək. İndeks 1, indeks 2, indeks 3, indeks 4 götürəcək. Düzdür? Bizim onsuz da pair second-da for tutaq ki, int geçsin indeks olaraq p second. Bu artıq, baxın mən map'in bu hissəsini gəzirəm. Vektor hissəsini gəzirəm. Düzdürmü? Vektor hissəsini gəzirsən burada. Biz buradan deməli indeks second hissəsini P1-in second. P1-in second hissəsini götürəndə bizim əlimizdə int deyək ki, indeks 1 olacaq. İndeksin first'ü pair yığımsan axı. First'ü indeks 2 olacaq. İndeksin second'ı. Buradan sən 2 dənə götürürsən, 2 dənə də buradan götürə bilərsən. Elə bilin ki, P2-nin int indeks 3 P2'nin first'ü index 4 P2'nin second'ı. Düzdür? Belə olacaq da indeks 4 dənə indeks götürəcəksən. Bu indeksləri yığacaqsan setə. Bir dənə set təyin elə hər dəfə. Bu setin onsuz da sıfırlanmalıdır. Ona görə elə bunun içərisində təyin eləsən, insert eləsən, elə hamısını birdən insert eləyə bilərsən. Indeks 1, indeks 2, indeks 3, indeks 4. Onda təkrar olmasa götürməyəcək. Sonra deyirsən ki, əgər sənin size'ın 4 qalıbsa, deməli sən cavab tapmısan. Tapmısansa onda bu indeksləri çıxışa ver. Size'ın 4'dürsə, cout index 1, index 2, index 3, index 4 və return 0. Bu first second'larda səhv yoxdur ki. Vektor içində vektor pair bağlamamışıq bunu. Nəyə düz yazmamışıq burada? For index P1'in second. P1'in second. P1. Bu map'dir. Setə yollarsınız. Bu out olmalıdır da, ha? Yoxsa P1'in second'ı pair'dir da. pair'dir. Out. İndeksdə gəzənməz axı. Out'u götürsən. Second'ı first. Yenə yoxlayaq görək. 7, 1, 4. 2, gələk. 7, 4 oldu. 1, 7 oldu. Bu da 8, 15.
Müəllim. Bəli. Mən dediyim həll ona görə yəni yazmaq olmur ki. Orada dedim ya əvvəl ən kiçiyini ən böyük götürək. Orada arada bütün üzərindən keçəndən sonra eli mi artırmalıyıq, eli mi azaltmalıyıq o Ayso. dəqiq bilmirik. Bəli, ayso. Bax onu demək istəyirdim mən. Bəli. Onu demək istəyirdim ki, yəni orada qərar verə bilmirsən ki, yəni bunu artırsan yoxsa azaldasan. Bəli. Yəni əsas problem odur orada. Yəni bu məsələn ümumiyyətlə bundan buna keçid eləyəndə buna 5000 verir. Buna gəlsən buna 1000 verir. Deməli burada nəsə n kvadratı əlavə loqen də var da, yəni ona görə bunu belə verib. İndi burada da biz seti niyə görə istifadə elədik? Bir daha açıqlayaq. Məsələn, sən 2 dənə cüt götürmüsən, onların indekslərini setə qoyacaqsan. Bir dənə də başqa cütlük axtarsan, onların da indekslərini setə qoyursan ki, onların hamısı müxtəlif olsun. Çünki sənə 4 dənə müxtəlif yerdən ədəd lazımdır. Biz axı brute force eləyib cəmləyəndə ola bilərdi ki, burada hansısa indeks 2 dəfə düşür. Yəni pair olaraq 3 dəfə düşür. Yəni fərqli eyni cəmlərdə eyni cütlük iştirak eləyə bilər. Yəni belə hallar, məsələn 3 var, 4 var. Sən 2 dənə 3-ün var, bir dənə 4-ün var. 3 plus 4 nə? 3 plus 4. 7 cəmin düzəldir, amma hər ikisində 3 istifadə olunub. Eyni 3 istifadə eləmişik. Ona görə biz bunları mütləq əmin olmalıyıq ki, 4 dənə fərqli indeks götürmüşük. Siz necə anladınız? Nəyi? Set burada. Pairdən yoxsa? Yox, set adi Pair. 4 dənə ədəd qoyursan ora, hamısının müxtəlif olmasını yoxlayırsan. Hamısının müxtəlif olması üçün sayı 4 olmalıdır da. Düzdür? Sayı 4 olmalıdır. Bunu da eksport eləyək. Bir xeyli məsələ işlədik əslində bugün. Bunlar qalıb bizdə. Nearest smaller values stack-lə eləyirsiniz bunu. Sub-array, sum 1, oxşar məsələlərdir. Sub-array divisibility. Amma maraqlı məsələlərdir. Distinct values. Data structure istifadə edirsiniz. Ümumiyyətlə, bu məsələlərin çoxusunda. Array sliding window media. Sliding window cost-dan sliding window medianı policy based-dan eləyə bilərsiniz red block ilə. Kanuncu lazım olur bizə hər dəfə burada. Yəni, çox asanlıqla onu həll eləyə bilirsiniz. Son olaraq qoşulanlar, sonradan qoşulanlar kim oldu? Ayxan oldu, başqa. Toğrul buradadır. Toğrul. Bəziləri dərsdən çıxıb xəbərimiz yox. Toğrul qoşulmuşdu. Bu qədər. Çıxa bilərsiniz. Sağ olun. Hələlik. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Sağ olun müəllim. Sağ olun müəllim.